Hər birinizi salamlayıram. Bu videoda sizə 5 aprel 2026-cı il 9-cu siniflər üçün keçirilmiş OTK sınağının izahını verəcəm. Ola bilər ki, kitabçanızdakı suallar bu suallarla ardıcıllığı eyni olmasın, amma sual eynidir. Sadəcə sizdə yerləri fərqlidir. Sualı öz kitabçanızdakı sualla uyğunlaşdırıb cavablarını yoxlaya bilərsiniz. Bu testi işləmək istəyirsinizsə, sınağa getməmisinizsə, WhatsApp kanalımıza abunə olun. Oradan bu sınağı yerləşdirəcəm. WhatsApp kanalımız rəy bölməsində sancaqlanmış formada qeyd olunacaq. Kanalımıza abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın və paylaşın ki, siz öyrəndikcə biz daha da böyüyək. 56-cı testə baxırıq. Buradan bizdən sinonim soruşur. Sinonimlər brave, courageous, cəsur, cəsarətli və calm, peaceful, sakit olan sözlərdir. Cavab olur 1, 4. Y variantı friendly, mehriban, unhappy, bədbəxt, kind, mehriban, quick, sad, cəhd deməkdir. Bunlar sinonim deyil. 57-ci testə baxırıq. Bu test çay nöqtələrdən sonra çay və kofe sözləri verilib. Bilirik ki, nə çay, nə də kofe sayılmır. Ona görə variantda EN artikul olanları çıxırıq. Qalırıq B-yə. Burada deyir ki, bizim ölkəmizdə ümumiyyətlə çay içmək, kofe içməkdən ümumi haldır. Konkret bir kofe və çay demədiyi üçün ona görə cavab olur B variantı. Əgər desəydik ki, bu kofe istidir ya bu çay istidir, bu zaman biz ona D artiklı qoya bilərdik, amma bu ehtimalda artikl qoymağımıza ehtiyac yoxdur. 58-ci testdə deyir ki, zaman dərsidir və ondan sonra entet keçmiş zaman deyə qarşısı da keçmiş olmalıydı. Bu zamanla probleminiz varsa mütləq kanalımızda zaman videolarını izləyə bilərsiniz. 59-cu testdə nöqtələrdən sonra match verilib. Bilirik ki, sayılmayan isimdir. Sayılmayan isimlərlə few, many, few işlətmək olmaz. Elotdan sonra ümumiyyətlə isim gəlməz. Ona görə cavab oldu A variantı. 60-cı test agreement dərsi idi. Ofdan əvvələ baxırıq. Ofdan əvvəl kinds cəm olduğu üçün xəbər də cəm olmalıydı. Ona görə cavab olur 2, 4 və 5. Mütləq buna diqqət edin. Will be həm cəmdə, həm də təkdə işlənə bilər. 2, 4, 5 variantımız D variantında verilib. 61-ci testin izahına baxaq. Bu passive voice dərsidir. Cümləmizdə cooked var. Cooked keçmiş zamanda olur. Was, were cooked. B variantında düstur var. D variantında been var deyə səhvdir. Digər variantlar ümumiyyətlə səhvdir. Çünki has və is verilib. 60-cı test altına xətt çəkilmiş sözün antonimi soruşulur. Enjoy, həzz almaq. Hate, nifrət etmək. Dislike, xoşlamamaq. 1, 2 cavab olur D variantı. Love sevmək, appreciate qiymətləndirmək, admire isə heyran olmaq deməkdir. Bunlar enjoy sözünə antonim deyil. 63-cü testə baxırıq. Conjunction soruşur bizdən. Əvvəlki sözü mütləq diqqətli baxmalıydınız. Unfortunately bədbəxtlikdən deməkdir. Demək Helen bədbəxtlikdən nə fransız, nə ingilis dilini bilir. Cavabı olur A variantı. Əgər qabaq bu unfortunately sözünün əvəzinə lucky ya da fortunately söz versəydi, Bosent variantını seçə bilərdik. Onda olur xoşbəxtlikdən o hər iki dili bilir. Buradakı mənanı tamamilə unfortunately sözü dəyişir. 64-cü testə baxırıq. Proposition dərsidir. Deyir bu məktub gəlir Nixona və Nixondan gəlir. Ona görə cavab olur 1, 2 və bu məktub Nixon üçündür ola bilər. Ona görə cavab oldu 1, 2 və 5. Baxırıq variantımız C variantıdır. 65-ci testə baxırıq. Modal feildir və tərcüməyə diqqət etməliyik. Həm də strukturca burada hasn't variantımız strukturca səhvdir. Deyir ki, başqalarının adətlərinə tolerant, dözümlü olmalıdır hər kəs. Dözümlü olmalıdır olur. Cavab olur 1 və 3 B variantı. 4 və 5-də artıq cümlənin mənasında deyir ki, dözümlü olmamalıdır, amma başqasının adətlərinə hörmət etməliyik, onlara qarşı səbirli olmalıyıq. İndi isə gəlin baxaq 66-cı testin izahına. 66-cı testdə sifət verilir və cümləyə baxırıq. Global warming istilik is factor that influence the weather. Havaya təsir edən vacib bir faktordur. Gördüyünüz kimi nöqtələrdən sonra faktor sözü verilib. Sayılan təqsimdə bura important yox, an important. Y variantında a more important. Matchda ümumiyyətlə much more olmalıydı. A variantında artikl yoxdur. Ona görə cavab olur B variantı. 67-ci testə baxırıq. Nick hər zaman işinə in time, vaxtında gəlir. Vaxtında gəlirsə demək ki, o punctual adamdır. O punctual dəqiq mənasını verir ki, yəni dəqiq adamdır. Talent qabiliyyətlidir, curious maraq göstərəndir, selfish egoistdir, lazy tənbəldir. Bunlar mənada uyğun gəlmir. 68-ci testdə definition soruşur bizdən. Succeed, uğur qazanmaq, give a prize bu onun definitionu deyil. Display nümayiş etdirmək, show göstərmək bir kəsə bir şey, bəli 2 doğrudur. Scold danlamaq, critically, angrily, criticize daha doğrusu angrily, bəli acıqlı şəkildə tənqid etmək 2, 3 doğrudur.
Trust inamaq, keep at the same level, eyni leveldə saxlamaq bu mənaca uyğun deyil. Demək ki, cavab oldu 2-3. İndi isə gəlin short textlərimizə baxaq. Əgər short text yazmaqda çətinlik çəkirsinizsə, kanalımıza short text yazmağın ən asan yollarını qeyd etmişəm. O videomuzu izləyə bilərsiniz. İndi baxırıq mətni mütləq birinci skan eləməliyik və keywordslərin altına xətt çəkirik ki, bizə mənanı tam versin. Əziz Filip, I have been Washington for a week. Mən bir həftəlik Washingtondayam. It is full of fun. Bu çox əyləncəlidir. The museum are excellent. Muzeylər mükəmməldir. Mən National Gallery-yə getmişəm. It was fantastic. Ora çox fantastikdir və it was very hot there. Amma orada çox isti idi. Hörmətlə bil. Demək məktubu yazan birdir. Məktub bizə Filipə göndərilib. Burada məktubun məqsədi nə idi deyir? İnformasiya ask for istəmək. Xeyr, belə deyildi. Təklif eləyir ki, getsinlər qalereyaya, National Gallery-yə. Xeyr, bu deyir, təklif etmirdi. Deyir ki, birdən xahiş edir ki, Washingtonu gəlsin. Xeyr, bu da deyildi. Məlumat verir özünün Washingtonda keçən vaxtı haqqında. Bəli, bu doğrudur. Fantastik hekayələr paylaşır. Xeyr, fantastik hekayələr yox idi burada. Burada sadəcə keçirdiyi vaxtdan danışırdı. 70-ci testə baxırıq. Due to snowfall, train delays and cancellations are possible. Deyir ki, qara görə qatar daha doğrusu təxirə salır ya da cancellations, yəni ləğv etmələr ola bilər. Zəhmət olmasa öz cədvəlini, informasiya cədvəlini yoxla. Your train routes. Öz deyir qatarının istiqamət, yəni routları haqqındakı son informasiyalarını yoxla. Burada passengerslərə nə dedi? Dedi ki, növbəti qatar təxirə düşüb. B variantına deyir ki, there is no cədvəlinə deyir yoxlama. Bütün qatarlar ləğv olunub. Xeyr, ləğv olunmayıb, ləğv oluna bilər dedi. Bu səhvdir. Snowfall olmayacaq, bu da dedi. Qatar cədvəli dəyişə bilər. Bəli, bu doğrudur. Burada sırf demir, the next train is delayed, təxirə salınıb. Diqqət olun, qatar təxirə salınıb, bir qatardan danışdı və növbət şeylər də ola bilər. Daha doğrusu ümumiyyətlə ləğv etmələr də mümkündür. Burada tamamilə mən passengersə demək istəyirəm ki, qatar şedulunu dəyişə bilər. Ona görə də sən onu tez-tez check up elə. Up to date yeni məlumatları yoxla. Ona görə burada cavab A yox, Y variantı daha məntiqlidir. Əgər düşünürəm ki, bu test biraz çaşdırıcı ola bilər, A variantını seçə bilərsiniz, amma diqqətli olmalıydınız. Çünki sırf bu qatardan yox, bütün qatarların gecikmə ehtimalı var. Görürsünüz, train routes öz qatarının reyslərindən danışır. Ona görə də diqqət elə ki, qatar reysinə burada səhv variantı seçməyəsiniz. 70-ci testdə, daha doğrusu 71-ci testdə baxaq. I'll do my best to win the race. Deyir ki, əlimdən gələni eləyəcəm yarışda qalib olmaq üçün. Bu nə demək? Deyir ki, mənim üçün impossible-dır udmaq, səhvdir. Faydasızdır nəsə etmək, səhvdir. İmtina edirəm iştirak etməkdən, səhvdir. D variantında mən hər şeyi eləyəcəm ki, qalib gəlim. D doğrudur. Y variantında isə deyir ki, doubt if I'll win the race. Mən şübhə edirəm ki, uda biləcəm. Xeyr, burada deyir ki, əlimdən gələni edəcəm. İndi isə gəlin baxaq readingimizə. Readingi mütləq bir dəfə gözdən keçirək və sonra variantlara baxaq. Deyir, təbiət gözəldir və çətindir onu sözlərlə ifadə etmək. O vacib rol oynayır həyatımızda. Təbiət həyatımızın əsas mənbəsidir. Dünyada həyatın əsas mənbəsidir. Çünki hər şey, hansı ki living being need, comes from it. Yaşamaq üçün hər şey oradan gəlir. Bütün təbii elementlər əlaqəlidir və they can't be easily replaced. Onlar asanlıqla əvəz oluna bilməzlər. Lakin insan aktivitələri zərər vurur təbiətə. İnsanlar istifadə edir təbii resurslardan sənaye üçün və günlük həyatları üçün. Hansı ki bu bəzən deyir onun formasına və gözəlliyini, orijinal formasına və gözəlliyini dağıda bilər. Və nəticə olaraq ətraf mühitin keyfiyyəti getting worse, pisləşir. Hava və su çirklənməsi environmental damage'lərin əsas səbəbidir. Təbii fəlakətlər, hansı ki zəlzələlər, vulkan püskürmələri, daşqın və daşqınlar və bunlar hamısı ciddi bir zərər ola bilər. Bunlara rəğmən təbiətin var pozitiv təsirləri insan sağlamlığına. O təsir edir həyata müxtəlif yollarla. Misal üçün, a single full grown tree can produce enough oxygen for about 10 people. Deyib,
bir dənə tək böyümüş ağac belə 10 nəfərin oksigenlə təmin edə bilər. Böyük meşələr təmin edir şəhərləri və böyük və kiçik şəhərləri təmiz hava ilə. Fresh hava və günəş işığı kömək edir insanlar özünü daha yaxşı hiss eləsin. That's why buna görə də çox insanlar seçirlər təbiət istirahət etmək üçün təbii yerləri seçirlər, relaxation üçün də seçirlər və bəzi ailələr üstün tuturlar ki, öz uşaqlarını countryside kəndlərə aparsınlar. İndi isə 72-ci testə baxırıq. Burada bizdən soruşur ki, mətnə əsasən səhvi seçin. Forest meşələr təmin eləyir insanları oksigenlə. Bu mətndə verilmişdi. Human activities can harm environment. İnsan aktivitələri, fəaliyyətləri ətraf mühitə zərər vura bilər. Bu doğrudur. Mətndə verilmişdi. Təbiət həyat üçün vacib mənbədir verilmişdi. Fresh air is good our health. Bəli, bu da verilmişdi. Təmiz hava sağlamlığımız üçün faydalıdır. Təbiət heç vaxt insanlara zərər vurmur. Bu səhvdir, Y variantı. Əslində bu cümləni tam olaraq özünü deməmişdi, amma bunu təxmini bir formada belə demişdi. Baxın bu hissəyə. Deyir ki, insanlar təbii resurslardan istifadə edirlər, insan aktivitələri onlara zərər vurur və ətraf mühitin keyfiyyəti getdikcə pisləşir və bu da görürsüz, hava çirklənməsi, su çirklənməsi olur və bunlar da ətraf mühit zərərlərinin əsas səbəbləri arasındadır və təbii fəlakətlər, hansı ki zəlzələ, vulkanlar da bunlar da ciddi zərərlərə səbəb ola bilər. Yəni bunların hamısı insanlara zərər vurmaq deməkdir. Ona görə burada Y variantı səhvdir. Çünki Y variantında konkret olaraq deyir ki, təbiət heç vaxt insana zərər vurmur, amma təbii fəlakətlər elə təbiətin bir hissəsi sayılır. Ona görə də onlar zərər vurur deyib, o variant yanlışdır. 73-cü testə baxaq. Deyir ki, one full of grown tree. Demişdi ki, daha doğrusu bir dənə böyük ağac 10 nəfər insanı oksigenlə təmin edə bilər. Baxaq görək harda verilib onun insan. Bəli, A variantdan verilib. B-də deyir bütün şəhərə. C-də deyir ki, 20-dən çox adam. D-də deyir 2 adam. Y-də deyir 5 adam. Bu yanlışdır. Ona görə cavab olur A. 74-cü testdə deyir ki, insanlar niyə təbii yerləri seçirlər tətil üçün? A-da deyir ki, ucuzdur deyə. Bu yox idi. B-də deyir ki, nature has positive effect. Bəli, təbiətin pozitiv effekti var. Doğrudur. C variantına deyir ki, orada çoxlu factories, fabriklər var. Yanlışdır. D variantına deyir ki, şəhərlər insanlar üçün zərərlidir. Cities are dangerous for humans. Seçirlər, amma şəhərlərin düzdür, şəhərlər zərərlidir, amma çünki çirklənməsi var ya digər faktorlar, amma tam olaraq təbiət yerlərini seçməsi təbiətin insana sağlamlığına pozitiv effekti var. Bu ola bilərdi. Y variantında isə deyir ki, insanlar sevmirlər günəş işığını. Bu yanlışdır. İstəyirsiniz gəlin bu cümləyə bir də mətndən tam olaraq baxaq. İnsanlar tətildə niyə həmin yerləri seçirlər? Baxın, deyir ki, bunlara rəğmən təbiətin insan sağlamlığına, human health yaxşı təsiri var. Ona görə də insanlar gedirlər, yazmış ki, son cümlədə də insanlar gedirlər kənd yerlərinə. Gördüyünüz kimi mətndə də həmin cümlə verilib. Ona görə cavab orada olur. B variantı. 75-ci testdə soruşur ki, mətn ümumiyyətlə nə haqqındadır? A-da deyir ki, kənddəki village və towns, kəndə və balaca şəhərlərdəki həyat, bu deyil. Dünyadakı bütün təbii elementlər, bu da deyil. Təbii fəlakətlər, bu da deyil. İnsan həyatına təbiətin təsiri, bu ola bilər. D. Y variantında isə deyir ki, the beauty of forest, meşələrin gözəlliyi. Müxtəlif ölkələrdə meşələrin gözəlliyi, bu yanlışdır. Cavab oldu D variantı. Mətnə əsasən düzgün, correct statementləri seçirik. Polluted air and water the main cause of environmental degradation. Düzdür, bu deyir ki, çirklənmiş hava, çirkli hava və su təbii zərərlərin əsas səbəbləridir. Bəli, bir verilmişdir. 2-də deyir ki, təbii resurslardan istifadə etməklə insanlar yaxşılaşdırır onun gözəlliyini. Xeyr, improve etmir. Bu yanlışdır. Təbiət can not only help people but also cause disaster. Təbiət not only təkcə insanlara kömək etmir, həmçinin də təbii fəlakətlərə səbəb ola bilər. Bəli, bu bayaqki cümlədə göstərmişdim sizə. Gerçəkdən biraz sualı çox qəribə qoyublar. Amma yenə də diqqətli oxusaz həmin cümlələrin mənasını verən cümlələri tapa bilərdiniz. Depletion of nature resources contributes to improvement of environment. Deyir ki, təbii resursların azalması gətirib çıxarır ətraf mühitin improvement, yaxşılaşmasına. Bu yanlışdır. Ona görə cavab olur 1, 3.
İndi isə gəlin dinləmə mətnimizə baxaq. Listening-i bura mətn formasına yerləşdirmişəm ki, sualların doğruluğundan tam da əmin ola biləsiniz. Burada deyir ki, əgər sən bir yerə mümkün qədər tez getmək istəyirsənsə və təyyarə ilə gedə bilərsən, o həm rahatdır, həm də vaxta qənaət edir. Sən deyir bilet sifariş edəndə you should mention, xatırlatmalısan hansı səviyyədə, yəni hansı klassda getmək istəyirsən, first class, business ya da economy klassda. Here are the rules. Burada deyir bir qayda var. Əgər sən bu qaydanı izləməlisən, between arriving at the airport and boarding your plane. Öz deyir aeroporta çatana qədər və öz qatarına gedənə qədər sən bu qaydaları izləməlisən. Sən gərək aeroporta ən az 30 dəqiqə tez gedəsən, yola düşməzdən əvvəl. Deyir before boarding, göyərtəyə minmədən əvvəl, daha doğrusu təyyarəyə minmədən əvvəl sən birinci check-up etməlisən öz bagajını at the check-in counter'da. Deyir orada sənin yükün will be wait çəkiləcək və heyət üzvləri special sticker verəcəklər ona yapışdırmaq üçün. You will then, sən sonra deyir pas keçəcəksən security'dən, təhlükəsizlikdən pasportunu kontrol eləyəcəklər və bundan sonra artıq sən keçəcəksən boarding gate-ə, həmin girişə gedəcəksən. On the plane təyyarədə sən greeted by one of the friendly flight attendants. Deyir ki, uçuş nümayəndələrini, üzvlərini mehriban şəkildə salamlayacaqsan. Sonra they will ask you, səndən check your boarding pass to ensure you control. Deyir, onlar sənə deyəcəklər ki, yoxla gör, düzmü uçuş təyyarəsinə minmisən. Sonra you will take your seat, yerində oturacaqsan, kəmərini bağlayacaqsan və flight information'a, uçuş informasiyasına qulaq asacaqsan. Bu uçuş müddətində uçuş attendantları, iştirakçıları təklif edəcəklər passengerlərə mineral su, meyvə şirəsi ya da qəlyanaltı və təyyarə adətən aeroporta vaxtında çatır. İndi burada mətn nədən danışırdı? Səyahətin ən fastest forması. Bu ola bilər. Aeroportda təhlükəsizlik sistemi mətndə var idi, amma tamamilə bu deyildi. Beynəlxalq aeroportlar deyildi. Comfortable ways, yolları yox, bir yolundan danışırdı. Ona görə bu da yanlışdır. Booking, bilet sifariş etmək, bu da yanlışdır. İndi gəlin baxaq. Demək ki, burada cavabımız A oldu. İndi baxaq 78-ci testimizə. The flight attendants check your boarding pass on the plane. Deyir ki, uçuş nümayəndələri sənin boarding pass, təyyarədə boarding passını yoxlayırlar ki, sənə nə desinlər? To ensure you are on correct flight. Bəli, sən əmin olasan ki, baxın diqqətli olun, bu cümlədə verilmişdir. Onlar yoxlayırlar ki, əmin olsunlar ki, sən düz təyyarədəsən. Bəli, bu doğru verilmişdir. Ona görə burada cavab olur B variantı. Və 79-da deyir ki, heyət üzvləri do at the check-in counter. Check-in counter'da sənin nəyini yoxlayırdılar? Gəlin həmin cümləyə baxaq. Check-in counter'da sənin you must first check in your bag. Sən çantanı yoxlamalısan. Orada sənin çantanın yükünün ağırlığını yoxlayırlar və onlar sənə sticker verirlər yapışdırmaq üçün. Ki, neçə kilodur yəqin ya ad familiya yazılır. Sənin yükünü çəkirlər, bir doğrudur. 2-də checks your boarding passını ölçülər. Xeyr, sticker verirlər yapışdırmaq üçün. Bəli, 1-3 doğrudur. Sənə uçuşu xatırladılar. Bu yanlışdır. Cavab oldu Y variantı. 80-ci testdə true və false soruşulur bizdən. On the plane, təyyarədə you need to listen carefully flight information. Bəli, bir doğrudur. Deyir ki, sən orada uçuş informasiyasına diqqətli qulaq asmalısan. Traveling by plane helps save time. Bəli, təyyarə ilə səyahət etmək vaxta qənaətdir. Flight attendant check your boarding pass after you fasten your belt. Xeyr, bağlayandan sonra, kəmərini bağlayandan sonra yox, sən ümumiyyətlə təyyarəyə minən kimi yoxlayırlar ki, sən düzgün təyyarədəsənmi? You must check in your bag after passing the boarding gate. Boarding gate-ə çatmamış sənin çantanı yoxlayırlar. Ona görə bu da yanlışdır. Cavab oldu 3, 4. True 1, 2, false isə 3, 4-dür. Esse mətnimizə baxırıq. Esse düşünürəm ki, rahat yaza biləcək formadadır. Qışdır. Uşaqlar qərar verirlər ki, quşlar üçün yem versinlər. Onlar bir qab düzəldirlər, onu ağacdan asırlar və quşlar üçün yemək verirlər. Belə bir şey yaza bilərsiniz. Kanalımızda esse üçün çox gözəl metodlar verilib. Mütləq o metodları izləyin ki, siz də esse yazmağınızı asanlaşdıra biləsiniz. Bura qədər yoxladısa mütləq şərh bölməsində neçə düzünüz olduğunu qeyd eləyin. Kanalımıza abunə olmağı, bəyənməyi unutmayın. Təşəkkür edirəm.